Gözəl insanlar, siz məndən ekler resepti istəmişsiniz. Bilirəm, bir də Napolyon resepti istəmişsiniz məndən. Onu da inşallah çəkərəm. Demirəm bu günlərdə ya da sabahsa demirəm, çəkəcəm inşallah. Ekler resepti də ondan çox istəmişdiniz. Ona görə birinci ekler resepti çəkirəm. Heç çətin bir şey yoxdur. Ən birinci nə edirik? Kərə yağı qazana. Bir də suyumuzu əlavə edir. Ocağa qoyuruq. Qaynayandan sonra bir çimdik duz. Bir də ki vanil. Sonra da unu əlavə edirik. Tez-tez qarışdırırıq ki, qazanın dibi tutmasın. 1-2 dəqiqə belə vamxodda belə qarışdırırıq. Baxın, bu cürə. Belə yumurtanı bir-bir əlavə edirik. 6 yumurtanı bir-bir. Birinci sizə elə gələ bilər ki, götürmür. Amma ki, qarıştıra-qarıştıra krem halına gələcək. Baxın. 6 ədəd yumurtanı əlavə etdim, qarışdırdım. Baxın, belə bu hala gətirdim. Baxın, 6 yumurta. 3-6 yumurta əlavə elədim. Sonra bura əlavə edəcəm. Mənə rahat olsun forma verməyə eklerlərə. Bir balaca suya əlimizi batırıb belə bu tərəfləri biraz belə forma veririk ki, uçlar belə dayanmasın. 80 dərəcədə qızdırılmış sobaya orta hissəsində olmayaraq aşağı hissəsində qoyuruq ki, 15 dəqiqə qapını heç açmırıq. Belə bişiririk. De incə gözəl qalxıbdı eklerlər. Heç cürə sobanı açmaq olmaz. 15 dəqiqədən tez sobanı açmırıq. Bence qəşəngdir. Görürsünüz. Baxın, necə qəşəngdir. Siz kim nə desə də, mən eklerlərə zavarlı krem yaraşdırıram. Bu krem də mənim səhifəmdə var, baxmaq istəyən. Marujni kimi kremdir. Baxın. Nə götürürəm? Bir nasatlıq götürürəm, konditerskiy meşoqdan. Belə deyək ki, yumuşaq yerində deşik açıram, belə doldururam içini. Amma indi siz eklerin içini görəsiniz deyə belə kəsmək istəyirəm. Belə qoyacağım. Baxın. Zavarlı krem çox yaraşır. Elə gözəlliyi var. Eklerlərin iyindən elə xoşum gəlir. Bax, çox olmayaraq. Bax, yuxarıda, aşağısında da belə sürdək.